Həftəlik götürənlərə indirim olunacaq. Aylıq götürənlərə indirim olunacaq. Əgər aylıq götürmək istəyirsinizsə, sizlər üçün indirimdə olacaq. Bu isə bizim qardırob otağımızdır qızlar. Çox gözəldir. Qardırob otağımız var. Özünüz gördüyünüz qədərilə evimiz genişdir. Görürsünüz qızlar, çox gözəldir evimiz. Həftə içi 250, həftə sonu 300 manatdır. Bura Sibrisdir. Sibris. Baxın. Gördünüz qızlar, çox gözəldir. Bəli, 5 günlük götürə bilərsiniz. 5 günlük də götürə bilərsiniz, aylıq da götürə bilərsiniz. 5 günlük və aylıq götürənə, ümumiyyətlə bir gündən əlavə artıq götürənə də indirim olacaq. Narahat olmayın. Yəni bir gündən artıq götürürsünüzsə sizlər üçün indirim olacaq. Bu isə həyat yanı sayəsidir qızlar. Nəzərinizə çatdırım ki, evimizin basenisi var. Sadəcə olaraq basen balkonumuzun o biri tərəfinə düşür. Video paylaşmışam. Videoya girin, axıra qədər baxın. Hər bir detalı ilə evimizi çəkmişəm. Çox gözəl evdir. Uşaqlar üçün oynamağa oyun sahəsi yeri də var. Qızlar çox gözəldir. Həqiqətən də bir aləmdir. Günlük qiyməti 250 manatdır, günü 250 manatdır, həftə içi. Həftə sonu 300 manatdır, amma bir gündən artıq götürürsünüzsə sizlər üçün indirimdə olacaq. Burası Sibrisdir qızlar. Evi də paylaşmışam. Səhifədə paylaşmışam. Girin səhifədə evə hər bir detalı ilə, bəli, çox gözəl evdir. Özüdəki qızlar basenisi də var. Onu da nəzərinizə çatdırım ki, evimizin basenisi də var. Yəni deməli balkonun o biri tərəfi baseniyə düşür. Çox gözəldir, çox gözəldir. Bir günün qiyməti 250 manatdır. Həftə içi 250, həftə sonu 300 manatdır. Hər şey daxildir. Yəni gir, yaşa. Belə bir sizə biləklik verilir. Basenidən də istifadə edə bilərsiniz. Biləkliyi götürürsünüz. Sibrisdə olan basenlərin hər birindən istifadə edə bilərsiniz, pulsuzdur. Yəni baseniyə girə bilərsiniz. Binaya aiddir. Yaşayış binasıdır bura. Bura Sibrisdir qızlar. Bura Sibrisdir. Sibris. Sibrisdən ev almaq istəyənlər 099 317 57 57 nömrəsinə əlaqə saxlayın. Günlük kirayə evlər üçün 099 317 57 57. Ev almaq istəyənlər 099 317 57 57. Sibrisdən kim ev almaq istəyir? 099 317 57 57. 099 317 57 57. Günlük kirayə götürmək istəyirsinizsə 099 317 57 57. Günlük və kirayə almaq istəyənlər bu nömrə ilə əlaqə saxlasın. Bura Sibrisdir qızlar, Sibris. Baxın, çox gözəldir də, çox gözəl. Günlük 250, həftə içi, həftə sonu 300 manatdır. Baxın, qoy görüm o tərəfə çıxa bilirəm, sizə basenisini də görsədim. Bir dəqiqə dayanın, görüm alınacaq çıxmaq. Dayanın. Burada adam var, qoy görüm. Qoy mənimdən baxın. Göstərin qızlar, görüm görsənir. Buradan görsədim sizə. Yox, buradan da görsənmir. Hə, bu tərəfdədir qızlar. Gözlük göstərəcəm sizə. Görün buradır. Aha, baba. Qızlar baxın. Baxın, basenisi də budur qızlar. Evin basenisi də budur. Görürsünüz, günü 250 manat. Həftə içi 250, həftə sonu 300 manatdır qızlar. Həftə içi 250, həftə sonu 300 manatdır. Bax, günlük. Basen daxildir, gördünüz? Basenisindən gəlib istifadə edə bilərsiniz. Liftimiz də var, 2 dənə, çox gözəl, möhtəşəmdir. Vallahi, günü 250 manat. Həftə karsölləri var, çox gözəl əyləncə mərkəzləri var, çox gözəldir. Restoranları var. Yalnız bu qolbaqdan istifadə edərək bütün hər bir şeydən istifadə edə bilərsiniz. Günü 250 manatdır, həftə içi, həftə sonu 300 manatdır. Gördünüz, bu da evimizdir. Gedək evimizə. Bəli, yeməyi özünüz bazarlıq edirsiniz, aparırsınız. Bəli, özünüz bazarlıq edirsiniz. Görürsünüz, bu da evimizdir. Evimizə gedək. Bura Sibrisdir.
Gördünüz. Bu da evimiz kızlar. Burada evimizdir. Bura hamam tuvalet. Görürsünüz, çok güzel hamam tuvalet. Böyle baxın. Çok qəşəng. Bura studiya mətbəx. Yəni hər bir şey var. Sadəcə ola bazarlığınızı eləyin, gəlin qızlar. Studiya mətbəx. Baxın. Çox genişdir. Bura spalnidir qızlar. Görürsünüz, spalni. Günü 250 manat. Həftə sonu 300 manat. Baxın. Bura qaydırob otağı. Gördünüz. Bura qaydırob otağımızdır. Qiyməti günü 250. Həftə içi, həftə sonu 300. Qiyməti Sibris 099 317 57 57 səhifədə də paylaşmışam. Girib baxa bilərsiniz ətraflı videoya. 099 317 57 57. Baxın qızlar. Çox gözəldir. Uşaqlar üçün oyun yeri də var, oyun alanı da var. Bir dənə baxın qızlar. Çox gözəldir. Həqiqətən də səviyyəli yaşayış. Çox gözəldir də, çox gözəldir. Yəni möhtəşəmdir də, yəni. Həqiqətən də Allah hamıya qismət eləsin. Allah hamıya qismət eləsin. Hamıya qismət eləsin. Allah hamının ruzusunu yetirsin. Allah hamının başından töksün. Allah hamının arzularını yerinə yetirsin. İçində də bizim. Amin inşallah. Heç kimin arzusu ürəyində qalmasın qızlar. Həqiqətən də çox gözəl yerdir. Çox gözəl yerdir. Hələ siz bunu axşamüstü restoranlarına gedəsiniz. Mən dünən getdim. İnanın Allahıma. Elə bir ki Dubaya gəlmisiniz. O qədər gözəl yerdir. O qədər zövqlə döşənilib. O qədər gözəldir. O qədər qəşəngdir. Sanki xaricdə restoranlara gəlmisiniz. Sanki xaricdir. Yəni həqiqətən çox gözəldir. Çox gözəldir. 2 otaqdır, bəli. Sibris qızlar. Günü 250 manat, həftə içi 250 manat, həftə sonu 300 manat. Bir gündən artıq qalanlar üçün endirim olunub. Bir gündən artıq qalırsınızsa endirim olunur. Baxın. Ay ürəyim, istəyirsən 10 nəfər gəl qal. İstəyirsən 2 ailə gəlin qalın. İndi yerləşdirə bilsəz. Məsəl üçün bir dənə spalnidir, bir də ki orada divandır da. Yəni yerləşə bilirsinizsə 4-5 nəfər gəlib qala bilərsiniz. 2 ailə qadınlar bir yatsın, kişilər bir yatsın, elə gəlib qala bilərsiniz. Bəli, yaşayış yeridir, amma istirahət mərkəzi kimi kiraya verilir. Çünki basenisi də var. Basen daxil 250 manat. 250 manat basen daxil, çox gözəldir. Ay qız, elə bir ki başqa bir ölkəyə gəlmisən. Doğrudan da, yəni pul sən nələrə qadirsən. Baxın, elə bir ki başqa bir ölkəyə gəzintiyə gəlmisiniz də, yəni həqiqətən elə də, yəni çox gözəldir, çox gözəldir. Bir dənə baxın, nə bilim, Allah hamıya ruzu yetirsin, hamıya, Allah hamıya ruzusunu yetirsin, amin inşallah. Bəli, günü 250 manat da, həftə içi, həftə sonu 300 manat. Valla hansısa rayona getmək üçün benzin vurursan, hansısa bir de təzə gedib qalıblar da, biz də qızlar, biraz da özümü çövürüm, təzə gedib qalıblar da 350 manata qaldılar Quba Palazda. Günü 350 manata 2 nəfərlə qaldılar Quba Palazda. Səviyyəli yerdə istirahət eləmək istəyirsənsə, səviyyəli də qiyməti olur ay bacı. Heç kim müftə gedib rayonda kef eləmir. Rayon, bu dəqiqə rayona getmək, Türkiyəyə getmək rayondan yaxşıdır. Yəni adamın üstü Allah var, gərək düzün danışasan. Qızlar, öpürəm sizi, sağ olun.